Biz elə mövzunu davam etdiririk. Friedrich Merzin rəhbərlik elədiyi yeni Almaniya hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib. Paralel olaraq İngiltərənin Kraliça Yelizaveta aviadaşıyıcısı Süveyş kanalından keçərək İrana istiqamət alıb. Bundan əlavə Fransa prezidenti Emmanuel Macron Parisin İranın İsrailin nüvə obyektlərinə zərbələrinə cavab olaraq həyata keçirəcəyi hücumu dəf etmək üçün İsrailə hər cür kömək göstərməyə hazır olduğunu deyib. Görünən odur ki, Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsində olduğu kimi İsrail-İran savaşında da kənarda qalmayacaq. Bəs Avropa İttifaqının yaxın şərqlə bağlı hansı maraqları var? Niyə İsrailə dəstək verirlər? Əməkdaşlarımız bu suala cavab axtarıb. Fransa İranın İsrailə qarşı həyata keçirəcəyi hücumu dəf etmək üçün hər cür kömək göstərməyə hazırdır. Fransa prezidenti Emmanuel Macronun sözlərinə görə Paris Təl-Əvivin təhlükəsizliyini dəstəkləyir. Fransa İsraili qorumaq və müdafiə etmək üçün əməliyyatlarda iştirak edə bilər. Paralel olaraq isə həm Almaniya, həm də Böyük Britaniya İsrailə hərbi yardımlara başlayıb. Belə ki, Friedrich Merzin rəhbərlik etdiyi yeni Almaniya hökuməti İsrailə silah ixracını təsdiqləyib. Almaniya İqtisadiyyat naziri bildirib ki, mayın 7-sindən iyunun 10-nadək İsrailə ümumilikdə 3 milyon 986 min avro dəyərində silah tədarükünə icazə verilib. Bundan əlavə İngiltərənin Kraliça Yelizaveta aviadaşıyıcısı Süveyş kanalından keçərək İrana istiqamət alıb. Misir mətbuatının verdiyi məlumata əsasən aviadaşıyıcıda Tehrana zərbələrdə geniş istifadə edilən F-35 döyüş təyyarələri mövcuddur. Ekspertlərin fikrincə Avropa İttifaqı yaxın şərqdə də birbaşa konfliktə girməkdən kənar duraraq sadəcə silah və maliyyə yardımı edərək gələcəkdə baş verəcək planlarda özlərinə yer ayırmağa çalışırlar. Təbii ki, Avropa İttifaqının da yaxın şərqdə öz iqtisadi, siyasi, hərbi maraqları var. Öz beynəlxalq siyasi mövqeyini gücləndirmək istiqamətində addımlar atır. Yəni bu müstəvidən də yanaşsaq, təbii ki, Avropa İttifaqı da yaxın şərq problemindən kənarda qalmaq istəmir və regional müdaxilə edərək yeni siyasi nizamda regionda öz geosiyasi, hərbi və iqtisadi maraqlarını təmin etməyi planlaşdırır. Digər tərəfdən Avropa İttifaqı yaxın şərqdə Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə kimi oyunçulardan kənarda qalmaq istəmir. Xüsusilə Almaniya, Fransa və Böyük Britaniya regionda diplomatik və hərbi nüfuzlarını gücləndirməyə çalışırlar. Üstəlik, qoca qitənin nümayəndələri Təl-Əvivə dəstək verməklə həm də İsrailin texnologiya və hərbi sahədəki biliklərindən faydalanmağa çalışırlar. Avropa İttifaqı bölgədə ABŞ, Rusiya, Çin və Türkiyə kimi oyunçulardan geri qalmaq istəmir rəqabətdə. Ona görə də onlar həm diplomatik, həm də hərbi nüfuzlarını gücləndirməyə çalışırlar. İsrail Qərb üçün texnoloji və hərbi sahədə strateji tərəfdaşdır. Qərb ölkələri İsrailin kibertexnologiyasından, kəşfiyyat və müdafiə sistemindəki sahəsindəki bilik və bacarıqlarından kifayət qədər faydalanırlar. Əslində Avropa İttifaqı əvvəldən bəri İranla danışıqların tərəfdarıdır. Hətta Reuters agentliyinin Almaniyanın diplomatik mənbəsinə istinadən verdiyi məlumatda da bunu bir daha sübut edir. Belə ki, nəşr 2025-ci il iyunun 20-sində Almaniya, Fransa və Böyük Britaniyanın Xarici İşlər Nazirlərinin İranla nüvə danışıqlarını aparmağı planlaşdırdığını qeyd edib. Birləşmiş Ştatlarla razılaşdırılan plana əsasən Avropa diplomatlarının İranlı həmkarları ilə danışıqları İsveçrənin Cenevre şəhərində baş tutmalıydı. Bununla belə indiyədək baş tutan danışıqların fayda verməməsi və Tehranın razılığa gəlməyəcəyi ehtimalı fonunda qoca qitənin nümayəndələri İsrailin yanında yer alaraq gələcəyə bir növ yatırım edirlər. Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı məsələsində əvvəldən danışıqların tərəfdarı olublar. Lakin indi bu ölkələrin mövcud müharibədə İsraili dəstəkləməsi yaranmış vəziyyətdən qaynaqlanır. Avropa, ümumiyyətlə Amerikaya rəğmən İranı dəstəkləyə bilməz. Digər tərəfdən İran artıq zəif tərəfdir və zəifin yanında yer almaq istəmir. Lakin İranı dəstəkləməsələr də neytral da qalmaq onların maraqlarına uyğun gəlmir. Çünki neytral qalacaqları təqdirdə həm İranda, həm də İran üzərindən yaxın şərqdə baş verə biləcək proseslərdə, ümumiyyətlə yaxın şərqin gələcəyində iştirak imkanları zəifləyir, yəni mövqeləri zəifləyə bilər.
Bütün bunların fonunda görünür Şərqi Avropada istəyinə nail ola bilməyən qoca qitənin nümayəndələri diqqətləri indi də yaxın şərqə yönəldib. İqtisadi, hərbi və geosiyasi gücü uğrunda dünyanın bir çox nöqtəsində münaqişələr cəryan edir. Hadisələrin ortaq nöqtəsi isə odur ki, bütün proseslərdə Avropa İttifaqı, Birləşmiş Ştatlar, Rusiya və Çin ya dolayı yolla ya da birbaşa iştirak edir.